Kanal izləyicilərini salamlayıram. Bugün servisimizə filtr müraciət edib, yəni hərəkətə gəlməyib, kodlanmır maşın. Diaqnostika olundu. U029A kusur kodunu verir. Hazırda o da batareykanın idarə etmə bloku ilə hibrid idarə etmə bloku arasında kəsilmə deməkdir. Hal-hazırda batareyka bloku sökülür. Sökəyin də əlaqəni yoxlayaq. Və budur, maşınımızı kodladıq. Bu da maşınımız böyle idi. Problem nadirlərdə idi. Aşağıladım, qarpa elədik, düzəldik. Bu qədər. Kimdə belə problem olsa müraciət edə bilər.